Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Nahmaduhu ve nesta'inuhu ve nestağfiruhu ve netevekkalu aleyh. Ve nu'minu bihi ve nuthni aleyhil hayra kullah. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Ebil Qasimi Muhammed ve ala alihi't tayyibinat tahirinal ma'sumin ve la'netullahi ala a'daihim ecma'ina minel an ila qiyam yevmiddin. أوصيكم عباد الله ونفسي بتقوى الله فإن تقوى الله خير زاد ليوم المعاد قال الله تعالى Özümü və sizi Allah qorxusuna, təqvaya dəvət edirəm. Çünki axirət səfəri üçün ən gözəl arzuqə təqvadır. Əzizlər, tarixdən bu günə qədər bəşər övladının, xüsusilə də gənc nəslin qarşısına çıxan və cavabını axtardığı ən əsas suallardan biri budur. Ehtiyacsız, qəni və sonsuz qüdrətə sahib olan Allah Teala heç nəyə ehtiyacı olmadığı halda insanı nə üçün yaratmışdır? Bu sual yalnız bugünkü insanın deyil. Tarix boyu filosoflar, ilahiyyatçılar və mütəfəkkirlər bu suala cavab axtarmışlar. Allah-u Mutal Qurani-Kərimdə isə bu suala ən doğru və ən qəti cavab verir. أفحسبتم أنما خلقناكم عبثا وأنكم إلينا لا ترجعون. Yoxsa elə güman edirsiniz ki, sizi boş yerə yaratmışıq və siz bizim huzurumuza qayıdacaqsınız. Əl-Meyzan fil Təfsiril Quran əsərində Əllamə Təbətəbai bu ayənin təfsirində izah edir ki, əbəs, məqsədsiz, nəticəsiz və hikmətdən uzaq iş deməkdir. Allahın bütün fəlləri hikmət üzərində qurulduğu üçün insanın yaradılışı da əsla mənasız və məntiqsiz ola bilməz. Diqqət etsək ki, əgər ayənin davamında bizə qayıdacaqsınız buyurulması göstərir ki, yaradılışın məqsədi yalnız dünya həyatı deyil. İnsanın əməllərinin nəticə verəcəyi axirət həyatı da bu hikmətin ayrılmaz hissəsidir. Gəlin burada bir qədər düşünək. Bir mühəndis illərlə çalışaraq möhtəşəm bir bina tikir. Heç kim deməz ki, bu bina məqsədsiz tikilmişdir. Bir alim illərlə araşdırma aparır. Heç kim deməz ki, onun zəhmətinin məqsədi yoxdur. Bəs sonsuz elm və hikmət sahibi olan Allahın yaratdığı bu möhtəşəm kainat necə məqsədsiz ola bilər? Əgər insanın həyatı doğulmaq, yemək, işləmək və ölməklə bitsəydi, onda yaradılışın hikmətini izah etmək çətin olardı. Lakin Allah-u Mutal Qurani-Kərimdə bildirir ki, ölüm son deyil. O əbədi həyata açılan qapıdır. Allah-u Teala Qurani-Kərimdə belə buyurur: "Ellezî xalaqal mauta vel hayata liyebluvakum eyyukum ahsanu amala." O Allah ki, hamınızın daha gözəl əməl sahibi olacağını sınamaq üçün ölümü və həyatı yaratdı. Əllamə Təbətəbai bu ayənin təfsirində qeyd edir ki, ayədəki "Ahsanu amalan" ən gözəl əməl ifadəsi ən çox əməl deyil, ən ixlaslı, ən doğru və Allah dərgahında ən dəyərli əməl mənasını ifadə edir. Deməli, yaradılışın məqsədi sadəcə yaşamaq deyil. İlahi intihamın vasitəsilə insanın mənəvi kamilliyə yüksəlməsidir. Baxın, burada mühüm bir nəticə çıxır. Allahın insanı yaratmaqda məqsədi öz ehtiyacını ödəmək deyil. Çünki o qənidir, heç nəyə möhtac deyil. Burada məqsəd insanın özünü kamilləşdirməsi, Allaha yaxınlaşması və əbədi səadətə layiq olmasıdır. Məhz bu səbəbdən Qurani-Kərim insanı daim düşünməyə, yaradılışın hikmətini dərk etməyə çağırır. İndi isə gəlin bu suala başqa bir baxış bucağından yanaşaq. Əgər varlıq aləmini yalnız materiyadan ibarət hesab etsək, ölümü son nöqtə saysaq və axirət həyatını inkar etsək, onda insanın yaradılışının məqsədini izah etmək mümkün olmaz. Materialist düşüncəyə görə insan təsadüfi təbiət hadisələrinin məhsuludur. Həyat doğumla başlayır, ölümlə bitir. Bu baxışa görə insanın varlığının son məqsədi yoxdur. Lakin bu fikir bir sıra ciddi suallar qarşısında cavabsız qalır.
Əgər həyatın məqsədi yoxdursa, əxlaqın mütləq əsası nədir? Əgər ölüm hər şeyin sonudursa, insan niyə həqiqət və ədalət uğrunda canını fəda edir? Əgər insan sadəcə maddədirsə, onda vicdan, sevgi, fədakarlıq və mənəviyyat necə izah olunur? İslam dini cavab verir ki, insanın həyatı bu dünya ilə bitmir. Dünya əbədi həyatının başlanğıcıdır və insan burada öz axirətini qurur. İnna lillahi və inna ilayhi raciun. Həqiqətən biz Allaha məxsusuq və ona tərəf qayıdacağıq. Əl-Meyzan fil təfsiril Quran bu ayənin təfsirində bildirir ki, bu ifadə yalnız müsibət zamanı deyilən təsəlli kəlamı deyil. O insanın bütün varlığını ifadə edən həqiqətdir. İnsanın başlanğıcı da Allahdır, son dönüşü də onadır. Buna görə dünya həyatı müstəqil və son mənzil deyil, ilahi qayıdış yolunun bir mərhələsidir. Hər bir ağıllı insan başdan ayağa ehtiyac içində olan bir varlıqdır. O öz kəmalı ilə çalışması və ehtiyacını ödəmək üçün fasiləsiz çalışır və buna görə də qidalanır, geyinir, təhsil alır. İmkansızlara əl tutur, xəstəxana tikdirir və ya övladlarının tərbiyəsinə pul xərcləyərkən belə əslində öz daxili ehtiyaclarının tələbini ödəyir. Bir sözlə, insan bütün gördüyü işlərdə bir məqsəd güdür. Lakin Allah Təalanın vəziyyəti tamamilə başqadır. O qənidir, ehtiyacsızdır. Bütün kəmallar onun zatında cəmləşmişdir. Buna görə də Allahın məqsədi heç vaxt öz ehtiyacını aradan qaldırmaq deyil. Əksinə, məqsəd insanın özünü layiq olduğu kəmala çatdırmaqdır. Ya eyyuhan nasu entumul fuqara'u ilallahi vallahu huvel ganiyyul hamid. Ey insanlar, siz Allaha möhtaçsınız. Allah isə ehtiyacsız və həmdə layiqdir. Əllamə Təbətəbə bu ayənin təfsirində deyir ki, insan ehtiyacı yalnız yeməyə, suya və ya havaya deyil, insan varlığının özü etibarilə Allaha möhtacdır. Əgər Allahın varlıq bəxş etməsi bir an kəsilsə, insan özü də mövcud ola bilməz. Bu səbəbdən Allahın qəni olması, onun heç bir məxluqa ehtiyac duymadığını, bütün məxluqatın isə hər an ona bağlı olduğunu göstərir. Bir müəllim şagirdlərinə imtahan keçirdəndə məqsədi öz biliyini artırmaq deyil. Müəllim onsuz da bilir ki, imtahan şagird üçündür. Bir həkim xəstəyə dərman yazanda məqsədi özünü sağaltmaq deyil, dərman xəstə üçündür. Necə ki, günəş işıq saçanda özünə işıq vermir, işıq başqalarına çatır. Allahın yaratması da belədir. Allah yaratmaqda özünə heç nə qazanmır. Bütün fayda insana qayıdır. İmam Cəfər Sadiq əleyhissalam belə buyurur ki, İnna Allah təbaraka və təala ləm yəxluqil xalqa li hacatin minhu ilayhim və la liyanfa'a bihim, velakin xalaqahum liyarhamahum. Allah məxluqatı onlara ehtiyacı olduğu üçün və ya onlardan faydalanmaq üçün yaratmadı. Onları öz rəhmətini onlara çatdırmaq üçün yaratdı. Bu hədis göstərir ki, yaradılışın kökündə Allahın ehtiyacı deyil, onun rəhməti dayanır. Allah Teala Quran-ı Kərimdə insanın yaradılış məqsədini açıq şəkildə bildirir. Və mə xalaqtul cinnə vəl insə illə liya'budun. Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Əllamə Təbətəbai izah edir ki, ayədəki ibadət yalnız zahir ibadətlərdən ibarət deyil. Həqiqi ibadət insanın Allahı tanıması, ona təslim olması və bütün həyatını ilahi hidayət əsasında qurmasıdır. İbadət insanı tədricən mənəvi kamilliyə və Allah dərgahına yaxınlığa aparan yoldur. Bu baxımdan ibadət Allahın ehtiyacını ödəmir, əksinə insanın öz kamilliyinə xidmət edir. İnsanın Allaha ibadət və itaətinin hansı məqamda olmalı olduğunu Əmir-əl-Müminin Həzrət Əli əleyhissalam çox gözəl bəyan etmişdi.
Həmin bu kəlam ibadətin zirvəsini göstərir. إلهي ما عبدتك خوفا من نارك ولا طمعا في جنتك ولكن وجدتك أهلا للعبادة فعبدتك. İlahi, mən sənə nə cəhənnəm qorxusundan, nə də cənnətinə tamah saldığım üçün ibadət etmirəm. Mən səni ibadətə layiq bildiyim üçün sənə ibadət edirəm. Bu kəlam ibadətin 3 mərhələsini göstərir. Bir qrup insan cəhənnəmin qorxusundan ibadət edir. İkincisi isə bir qrup cənnət nemətlərinə ümid edərək ibadət edir. Üçüncüsü isə kamil bəndələr isə Allahı ibadətə layiq bildikləri üçün ona ibadət edir. Əllamə Təbətəbayinin təfsirində də vurğulandığı kimi, həqiqi ibadət insanın mərifətə və Allahın qürbünə aparan yoldur. İmam Cəfər Sadiq əleyhissalam belə buyurur: من عرف الله عبده Kim Allahı həqiqi mənada tanısa, ona ibadət edər. Bu hədis göstərir ki, ibadətin əsası mərifətdir. Allahı tanıyan insan üçün ibadət ağır yük deyil, sevgi və yaxınlıq vasitəsidir. İndi isə əvvəl qeyd etdiyimiz suala qayıdaq. Allah insanı nə üçün yaratdı? Qur'anın və Əhl-i əleyhissalamın kəlamlarının və əqli dəlillərin işığında cavab aydındır. Allah insanı öz ehtiyacına görə yaratmadı. Çünki o qənidir, ehtiyacsızdır. İnsan isə fəqirdir, hər an Allahın rəhmətinə möhtacdır. Allah insanı yaratdı ki, öz Rəbbini tanısın, ilahi əxlaqla zinətlənsin, imtahanlardan keçərək kamilləşsin, Allaha yaxınlaşsın, əbədi saadətə nail olsun. فمن كان يرجو لقاء ربه فليعمل عملا صالحا ولا يشرك بعبادة ربه أحدا. Kim Rəbbi ilə görüşə ümid edərsə, salih əməl etsin və Rəbbinə ibadətdə heç kəsi şərik qoşmasın. Bu ayə yaradılışın istiqamətini göstərir. İman, salih əməl və ixlas. Allah Teala heç bir işi mənasız və boş yerə görmür. Onun bütün işləri hikmət üzərində qurulmuşdur. İnsanı yaratmaqdan məqsəd onun özünü tanınması, ilahi əxlaqlarla zinətlənməsi və əbədi saadətə, cənnətə və ilahi qüdrətə çatdırmasıdır. Eləyəcə gəlin ömrümüzü məqsədsiz keçirməyək, hər gün özümüzdən soruşaq. Mən bugün Allahı tanımaq üçün nə etdim? Hansı salih əməl məni Rəbbimə yaxınlaşdırdı? Əgər bugün son gecəm olsaydı, Allahın huzuruna hansı üzlə gedərdim? Baxın, bu suallar insanı oyadır, nəfsini hesaba çəkməyə və yaradılışın məqsədini unutmamağa kömək edir. Allahumma ec'alna minel arifin bike vel mukhlisin leke vel mutevekkilin aleyke vel muvaffaqin li ta'atike ve la tec'alid dunya ekber hemmina ve la meblaga ilmina وارزقنا حسن العاقبة واحشرنا مع محمد وآل محمد واغفر للمؤمنين والمؤمنات برحمتك يا أرحم الراحمين. İlahi, bizi səni həqiqətən tanıyanlardan, sənə ixlasla ibadət edənlərdən, sənə təvəkkül edənlərdən və itaətinə müvəffəq olanlardan qərar ver. Dünyanı ən böyük qayğımız etmə. Bizə gözəl aqibət nəsib et. Bizi Muhammed və Al Muhammed ilə birlikdə məhşur et. Mömin kişiləri və mömin qadınları bağışla. Öz rəhmətinlə bizə mərhəmət et. Ey mərhəmətlilərin ən mərhəmətlisi. Vəssalamu aleykum və rahmetullahi və barakatuh.